Təsəvvür elə qardaşım, fəcr namazından zöhr namazına qədər 5-6 saat vaxtım var. Adam məhrumdur, 2 rükət duha namazını qıla bilmir. Müvəffəq olmamısan, əgər qılmırsansa, vallahi, özünü hesaba çək, Allah səni məhrum eləyib xeyirdən. 5 saat ərzində 2 rükətin yoxdur. İşə namazından fəcrə qədər 10 saat yaxın vaxtı var, 2 rükət gecə namazı qılmayıb, vitri canı çıxır, qıla bilmir. Deyir, yorğun olanda bəzən bir qılım, məsələn. Qıl, o problem yoxdur, bir qılma olar. Amma sən bu tənbəlliyindəndir. Və onu da soruşur ki, yatıb qalmışam, qıla bilmədən. Hər şeyə vaxt tapdın. Vaxtı sənə verənə mi vaxtın yoxdur? Ruzu verənə mi vaxtın yoxdur? Səni var edənə mi vaxtın yoxdur? Yoxdan yaradana vaxtın yoxdur. Adamın 1-ci, 4-cü günləri var. Ağ günlərin 13, 14, 15 hicri tarixi ilə vaxtlar var. Bir ayda 3 gün, bir həftədə 2 gün oruç tuta bilmirsənsə məhrumsan xeyirlərdən. Hesaba çəkin, niyə müvəffəq ola bilmirsən? Nədir yəni, nə olub? Və oruç dediyin də, qardaşım, bir gün orta yeməkdir. Bir gün orta yemək. Zaten Allah Azze ve Celle sənə o qədər nimətlər verib ki, sən səhər yediyinlə 3 gün daha bundan sonra rahat yaşaya bilərsən. Oruc olmayanda bir dənə gün ortanı yirdi, bir yemək. Oruçdan da səhər də perviftar oynan yiyir. Axşam da nə olub? Kişi orucdur. Buna 4 cür yemək lazımdır. Adam məhrumdur və onu da tuta bilmir. Bu qədər nimətlərlə.